Salam yoldaşlar, hər vaxtınız xeyirli olsun. Gördüyünüz bu test deməli WhatsApp-da statusumda paylaşdığım həmin o testi ki, çoxluq səhv cavabı yazmışdı deyə izah videosunu çəkmək istədim. Allah müəllim olmaq istəyən hər kəsə müəllim olmağı nəsib eləsin inşallah. Deməli, tag questionlar ümumiyyətlə çox da çətin bölmə deyil. Yəni abituriyent səviyyəsində. Təsdiq inkar təsdiq söhbəti ilə ümumiyyətlə mövzu bitmiş olur ki, yəni ən zəif oxuyan uşaq belə bu mövzuda çətinlik çəkmir. Amma biraz yuxarı qalxanda, yəni mürəkkəb cümlələrdə artıq bu vəziyyət dəyişir. Yəni biraz çətinləşir. Burada da əslində çox da çətin deyil. Cümlə növlərini bildikdən sonra biraz asanlaşır. İndi gələk bu cümləyə. Bu cümlənin tərkibində bir neçə cümlə var. Yəni I missed the weather report on TV just now. Bu bir cümlədir. Deyir ki, indicənə, yəni televizorda olan hava məlumatını qaçırdım. Bu olur bir cümlə, hətta bu tabesiz mürəkkəb cümlənin bir hissəsidir. Yəni bu müstəqil bir cümlədir. Gəldik ikinci tərəfinə. Fan voice var burada. Yəni compound sentences, tabesiz mürəkkəb cümləni bir-birinə bağlayan tabesiz bağlayıcı var. Ki ondan sonraki hissədə I think the weather man said. Bura qədər olan hissədə bunun olur bir cümləsi ki, bu olur tabesiz mürəkkəb cümlə. Biz də bilirik ki, tabesiz mürəkkəb cümlələrdə tag questionlar, yəni fan voice'lardan sonra gəlir. Fan voice'larda artıq bilirsiniz, tabesiz mürəkkəb cümlələri bir-birinə bağlayan tabesiz bağlayıcılar. For, and, nor, but, so bunlar. Bunun tərkibində bu cümlənin yenə bir başqa cümlə başlayır buradan. Yəni bu xətti biraz uzun çəkmişəm. Bu cümlənin tərkibində gəlir. Yenə burada elə əslində gəlir bura qədər başqa bir cümlə yenə başlayır. Yəni bizim tabesiz mürəkkəb cümlələrimiz bitib bir dənə də başlayır. Deyirsiniz ki, I think the weatherman said dedi. Nəyi? Yenə buradan belə deyək ki, bu cümlənin tamamlığı olur da belə bütöv. Bir tamamlıq başlayır. Bu da olur tamamlıq budaq cümləsi. Tamamlıq budaq cümlələrində də ümumiyyətlə tabesiz mürəkkəb cümlələrdə birinci cümlə və batdan sonraki hissə biz bilirik ki, tag questionlar fan voice'lardan sonra qoyulur. Yəni o hissə ilə qurulur. Amma baş və budaq cümlələrdə, yəni istənilən baş və budaq cümlə olsun, belə olmur. Ancaq baş cümləni biz qururuq, budaq cümlənin işimiz olmur. Yəni bu hissə sizə belə deyək ki, ümumiyyətlə lazım deyil. Amma bu baş budaq cümlələrdə də belə bir qayda var ki, əgər cümlənin mübtədası mən, yəni I olarsa və xəbəri think, suppose, to be feeli, afraid of, hope, bu kimi feillər olarsa, o zaman siz budaq cümləyə baxasınız. Yəni normalda baş və budaq cümlələrdə, yəni tabeli mürəkkəb cümlələrdə tag questionlar qurulur baş cümlə ilə. Amma mübtədası mən, yəni I, xəbəri də saydığım feillər ki, think də bura aiddir, olmaq şərti ilə bunlar da siz baş cümləyə yox, budaq cümləyə baxırsınız. Yəni I think hissəsinə yox, the weatherman said. Bu hissəyə baxırsınız. Bu hissədə də yenə başlayır bir budaq cümlə. Nəyi dedi? It was going to rain for 3 days. Bu hissəyə baxmırsınız. Qalır deməli burada sizə lazım olan bu cümlələrin toplamının içində the weatherman said. Bu hissə ilə tag question qurursunuz. Əgər bunu müəyyənləşdirə biliriksə, bu deməkdir ki, artıq biz bu testin cavabını tapdıq. Çünki tag questionlar təsdiqə inkar, inkara təsdiq qayıdır və zamanına baxırıq. Past simple və təsdiq cümlə olduğu üçün siz də past simple inkar qaytarırsınız və cavab olacaq E variantı. İndi belə bir şey var. Elə bilirsiniz ki, siz düşmüş tag question imtahanda, yəni çərçivə sənətində yoxdur falan çoxsu deyir, düşmür. Birincisi, çərçivə sənətini çox da anlamaq lazım deyil. Elə nə varsa öyrənmək lazımdır. İkincisi də imtahanda ümumiyyətlə indi keçən ilki sualları heç kim görməsə də 2023-ün suallarını hamı gördü. Yəni hər dəfə düşür. İndi mən sizə açım bir saniyə 2023-ün sualını. Aha, bu da 2023-cü ilin müəllimlərin işə qəbul imtahanında düşən tag question testi. İndi bu biraz başqa formatda salınır bu test. Amma istənilən halda o bölməni
tam yaxşı bilmək lazımdır ki, bu testi yazmaq üçün. İndi bu testə baxaq. Deməli, bir saniyə gözləyin. Aha, bizə burada verilib ki, bir saniyə deyəcəm. Aha, deməli, he is mübtəda və link verbin, belə deyək də, auxiliary verbin bir hissəsini verir. He is. Yəni, siz bilmirsiniz orada əsas fe'l funksiyasındadır, yəni main verb ya və yaxud da auxiliary verb olduğunu onsuz da görmürsünüz. Aşağıdakı hissələrdə müəyyənləşdirə bilərsiniz. İndi birinci cümlədə he burada ya has'dir qısası, ya da is'in qısasıdır. Tutaq ki, is kimi düşünürsünüz bunu. Birinci has kimi düşünün, çünki bunun təqibində has qaytarıblar. Has qaytarıblarsa bu has'dir. Onda belə çıxır ki, he has been known for this film, nə bilim, nə. Baxın, bu burada əgər məlum növdə işlənibsə, has been known, yəni film və TV işində yaxşı tanınıb demək istəyirsinizsə, tanıyıb daha doğrusu demək istəyirsinizsə, yəni məlum növ, aktiv voice, bunun burada bir tamamlığı olmalıdır. Ki, məlum bilirsiniz ki, əgər bir fe'l transitive verbdirsə, bunun tamamlığı mütləq şəkildə olmalıdır. Burada yoxdur. Deməli, əslində bu aktiv yox, passive voice-də işlənib. Yəni, məsul növdür. Bu da burada has yox, is'in qısası. Yəni, he is better known. Be known, tanınmaq. O zaman burada hasn't yox, isn't he olması lazım idi. Ona görə birincisi səhvdir. İkincisində, əgər has told kimi düşünürsünüzsə, deyib, o zaman tell fe'li transitive, yəni təsirli fe'ldir və tamamlıq tələb edir. Burada isə tamamlıq yoxdur. Deməli, bu da əslində məsul növ kimi işləlibdir. He is told olubdur bu. İndi deyirsiniz ki, burada bəsi var, wasn't he qayıdıb. Bu olsun ki, burada was'un qısası, baxın yoldaşlar, ingilis dilində was'un ümumiyyətlə qısası yoxdur. Yəni, əgər şərtdəki he is was kimi olsaydı, o zaman onu elə he was şəklində yazılacaqdı. Yəni, was'ın qısası yoxdur. O səbəbdən buradakı da səhvdir. Ona görə ikinci cümlədə getdi. Üçüncüsünə gəldi. Üçüncüsündə have to-nun bir ekvivalenti var. İnformal şəkildə işlənən have, has, got to. Yəni, düşünün ki, elə have to kimi bir şeydir. Have to və yaxud da have got to. Eyni şeydir, maluməli deməkdir. Burada da has got to see your dancing and singing on the stage this evening. Yəni, görməlidir, maluməli kimi işlənibdir. Bu adi primitiv cümlədir və elə düzgün olan cümlə budur. Sonra dördə gəldik. Dörddə bilirsiniz ki, let əslində bu amor fe'ldir də. Hər üç forması belə olur. Let. Bilirsiniz ki, əslində bu fe'l passive voice-də işləmir. Bunun əvəzinə, əgər lazım olarsa, işlədirik allow fe'lini passive voice-da, permit işlədirik passive voice-da, bunu yox. Amma let in şəklində olanda, burada let in-dir. O passive voice-da işlənə bilir. Burada da əslində has been let in passive voice-da işlənibdir. Yəni, ona icazə verilməyib xəstəni görməyə. Elə deyil. Bu da has'ın qısasıdır. Yəni, elə bu variantda düzdür. 3-4, elə cavab da C variantıdır. 5-də də ki, o orada is kimi düşünürsünüzsə, is being given. Yəni, to be fe'li, being üstəgəl bir də participle to quruluşu ümumiyyətlə ingilis dilində mövcud deyil. Əgər orada has kimi düşünürsünüzsə, has been given, o zaman da passive voice strukturu olar, düz olar, amma burada bir tamamlıq var və tamamlıq olan cümləni passive voice-da yazmaq olmaz. Hətta burada iki tamamlıq olan bir fe'ldir. Bilirsiniz ki, ingiliscə bəzi fe'llər var ki, iki tamamlıq ala bilir. Onlardan biri də give fe'ldir. Uşaqlara və şokolata görürsünüz, iki dənə tamamlıq var. Deməli, bu əslində passive voice-da yox, məlum növdə olmalıdır. Yəni, əslində bunu buradan silsəz, olsa ki, he has given, o verib, uşaqlara şokolatı belə olan halda düz ola bilərdik. Yəni, bu da düz deyil. Deməli, testdə 3 ilə 4 düzgün cavabdır, C variantı. Yəni, tək qoşullar biraz ağır formatda düşə bilər. Ağır deyəndə çox da ağır deyil, amma indi nəzərə alsaq ki, müəllim olmaq istəyənlər əslində müəllim deyirlər və müəllim olmaq üçün hazırlaşırlar. Yəni, onlara çətin gələ bilər. Belə. Çox sağ olun.